Bir qayda var ki, insan nəyin üzərində yaşayarsa onun üzərində ölər və nəyin üzərində də ölərsə onun üzərində də yaşayar. Və həqiqətən də xoş o insanın halına ki, dünyadan köçərkən dili zikirdə olur. Dili zikir. Elə adam var, can verir, gəlib deyirsən ki, la ilahe illallah de, bir yeri o at. Yeri gəl, 5 qoşa, 6 qoşa, çünki həyatı onun üstündə keçir. Adam var, gəlib deyirsə, la ilahe illallah de, söyür. Adam var, deyirlər, dili dügünlənir, heç də deyə bilir, çünki onun üzərində yaşamayıb. Amma kim onun üzərində yaşayırsa, dilin ona vərdiş eləyirsə, Allah Teala ona ölüm anında həmin o şeyi neyir? Bəxş eləyir. Baxın, Uca Allah Teala Quran-ı Kərimdə bu ayətdə buyurur ki, Əl-İsra surəsi 44-cü ayə, Yusəbbihu ləhus-səməvatus-səb'u vəl-ardu və mən fihin. Göylər və yer və onların içində və arasında olan hər bir şey Allahın şəninə təriflər deyir. Göylər, yer və onların arasında olan hər bir şey Allahın şəninə təriflər deyir. Və in min şeyin illə yusəbbihu bihamdihi. Və onların hamısı Allaha həmd səna edirlər. Və lakin la təfqahuna təsbihəhum. Lakin siz onların təsbihatını anlamırsınız, duymursunuz. Məsələn, qayalardır, qopur dağdan şaqqıllaşıb tökülür yerə, onlar Allaha zikr eləyir. Və Allahın qorxusundan qopur tökülür. Qurbağaların qurulaması Allaha zikr eləməkdir. Quşların cəhcəh vurması Allaha zikr eləməkdir. Lakin biz onu anlaya bilmirik. Amma həqiqətdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onlar Allaha zikr eləyirlər. İnnehu kana haliman ghafura. Həqiqətən də Allah qullarına qarşı həlimdir və həmçinin də onların günahlarını bağışlayandır. İsmail İbni Omar deyir ki, biz Varaqa İbni Omar'ın yanına girdik, o ölüm yatağındaydı. Lakin dili zikirdən dayanmırdı. Subhanallah, subhanallah, elhamdülillah, elhamdülillah, Allahu ekber, la ilahe illallah, la havle ve la kuvvete illa billah. Dili zikirdən dayanmırdı və insanlar o salih insan olduğuna görə növbəyə dayanmışlar, gəlib onu ziyarət edirdilər. Ölüm yatağını ziyarət edirlər. Və deyir, hər girən salam verəndə o sadəcə aleykum salam və rəhmətullah deyib yenə zikirlərini davam edirdi. O qədər ziyaratçılar çoxaldı. Oğluna dedi ki, oğlum, onlar mənə Allahı zikirdən alıqoyur. Sən onların salamını al mənim əvəzimə. Baxın, ölüm yatağında. Biz isə bir damca ayağımıza tikan batan kimi hər şey yadımızdan çıxardı. Başlayırıq. Allah qorusun, elələrimiz də var ki, nankorluq eləmək. Ay Allah, mən səni ağarmışdım. Bu iş niyə mənim başıma gəldi? Ölürəm, zarıltı, inilti, ağlamaq, şikayət. Lakin unuduruq ki, əksinə o şikayətimiz bizim ağrılarımızı da yüngülləşdirən deyil, nə də o insanlar bizə şəfa verən deyir, hansı ki şikayətlərimiz Allah'da insanlar, əksinə günaha batırıq. Ona görə mömin nə etməlidir? Allah'a zikir eləməlidir. Əksinə o zikir insana səkinət gətirir, rahatçılıq gətirir, onun ağrıları yüngülləşir o səbəblə. Həmçinin ona görə əcr, savab qazanır və öləndə də artıq gözəl sonluq üzərində ölür. Uca Allah'tan istəyirəm ki, bizim dilimizi zikirlə yaşatsın, ölüm anında dilimizə la ilahe illallah gəlməsi də bizlərə yardımcı olsun. Və ən doğrusunu Allah bilir. Və əxir dəvanən elhamdülillahi rabbil aləmin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.